Fransa prezidenti Emmanuel Macron 2027-ci ilə qədər heç qalmaya bilər öz vəzifəsində. Mən niyə görə bu cür söyləyirəm? Trump çox kəskin şəkildə məsələni qoyub ki, hətta biz NATO-dan çıxa bilərik. Çünki NATO-nun niyə xərclərini biz çəkməliyik? Trump deyir ki, NATO-nun 32 dövləti var. Bu 32 dövlətin içərisində bir dövlət, yəni Birləşmiş Ştatlar, bütün NATO-nun hərbi büdcəsinin 70%-ni ödəyir. Qalan 31 dövlət 30%-ni ödəyir. Bu nə ədalətsizlikdir? Bu nə biabırçılıqdır? Niyə bizim hesabımıza NATO olmalıdır? NATO təxminən bərabərdir ABŞ. Onda siz nə ilə məşğulsunuz? Zəhmət çəkin, zəhmət çəkin. Ümumi daxili məhsulunuzun 2% deyil, yeri gəlmişdən bu 32 dövlətin böyük əksəriyyəti 1,2%. Hətta Almaniya kimi nəhəng dövlət büdcəsindən 1% ayrıdır hərbə. Əvvəl dedi 2% demişdi, heç onu da normal etməmişsiniz. Qaldırmalısınız 5%. Ümumi daxili vəsait, ümumi daxili məhsulunuzun 5%-i hərbə getməlidir ki, biz niyə sizin NATO-nun büdcəsinin 70%-ni ödəməliyik? 5%. İndi burada incə bir məqam var, Vəli müəllim. Məqam odur ki, Almaniyanın keçmiş kansleri Scholz dedi ki, biz Amerikanın dediyi ilə getsək, yəni 5%-ə indirsək, onda bizim iqtisadiyyatımızı nələr gözləyir, onu söyləmək çox çətindir. Və misal gətirir. Deyir, Sovet İttifaqı dağıldı ya. Sovet İttifaqı dağılar ki, ümumi daxili məhsulun 6%-i hərbə getmişdi. 6% hərbə gedən dövlət dağıldı. İndi bizə deyirlər 5%-ni ona yönəlt. Yönəltmə o demək, bütün sosial xərclər kəsilir. Bütün müavinətlər kəsilir. Hamısı hərbə getməlidir. Düzdür? Belə olan vəziyyətdə həmin cəmiyyətdə nə baş verəcək? Xalq ayağa qalxacaq, çünki xalq 45-ci ildən üzü bəri öyrəşmişdi ki, Amerika bunlara dəstək olsun. Amerika Marshall planını həyata keçirmişdi, Avropanı dirçəltmişdi, NATO yaratmışdı, NATO bunların çətiri idi. Bunlar gələn qazanclarını verirlər iqtisadiyyata, sosial məsələlərə, əhali rifahına və bunların keşiyində də Birləşmiş Ştatlar dayanıb. Çətiri kimi dayanıb, bunları qoruyur. Ən böyük bazası yeri gəlmişdi Almaniyadadır. Amerika Birləşmiş Ştatlar, ən böyük hərbi bazası. Və Ramsteyndir. Və belə olan vəziyyətdə Birləşmiş Ştatlar birdən bunları fakt qarşısına qoyur. Gedin, özünüzün təhlükəsizliyini təmin edin. Elə eləməyin ki, mən ümumiyyətlə NATO-dan çıxım. Hələ mən sizə bir şey də söyləyeyim. Bunu mən ilk dəfə sizin efinizdə söyləyim. Bu mənim həm də ixtisasımdır, bu qərb ölkələri. Amerika, Avropa ölkələrində ixtisaslaşmışam. Bakı Dövlət Universitetində. Bu günlərin NATO, Avropa İttifaqı ölkələri var. Bunların bir-biri ilə nə qədər ərazi toqquşmaları var, nə qədər bir-birinə ərazi iddiaları var. Ərazi iddiaları. Macarlarla Rumunlar, Fransa ilə orada Belçika, Fransa ilə Almaniya. Strasburg elə məsələn. Bəli, Strasburg. Yəni bu günləri inanın ki, niyə görə bu ərazi iddiaları gündəmə gəlmirdi? Çünki NATO vardı, çünki Birləşmiş Ştatlar vardı. Bunlar bir blokda idilər. NATO ölkələr bir-birindən müharibə elan etmirlər. Əgər NATO-da olmasaydılar, Türkiyə və Yunanistan arasında bəlkə 10 dəfə müharibə olmuşdu. Amma NATO ölkələri bir-birinə hücum etmirlər prinsipi. Hətta onların birinə hücum olarsa NATO-nun nizamnaməsinin 5-ci maddəsi işə düşür. NATO ölkələrin birinə hücum, hərbinə hücum kimi qiymətləndirilir. Deməli, başqasının hücumu əgər hücum kimi qiymətləndirilib hamıya qarşı, deməli, özləri bir-birinə hücum edə bilməzlər. Onu NATO-dan çıxardarlar, düzdür? Bu reallıq fonunda indi fikir verin, Birləşmiş Ştatlar doğrudan da NATO-nu tərk edib gedir. Daha Avropada Amerika yoxdur. Yeri gəlmişdən tamaşaçılarımız üçün söyləyeyim ki, bu günləri Amerika Birləşmiş Ştatlarının Avropa ölkələrində NATO'da 100 minlik qoşunu var. 100 min. Yəni Amerika bugün 100 minlik qoşunun Avropada mövcuddur. Trump onun 20 minini çıxarmaq istəyir. Qalır 80 min. Birdən Trump dedi ki, qalan 80 minini çıxardıram. Özüm də NATO'dan çıxıram. Onda bilirsiniz nə olacaq? Bütün köhnə əyyanların o umüksülər var, küsülər ki var. Umüksülər. Ki, sən o vaxtları mənim torpağımı, filan ərazimi işğal eləmişsən, sən 2-ci Dünya müharibəsinin nəticəsi olub filan əraziləri tutmusan, sonra özəlləşdirmişsən, öz tərəfinə keçirmişsən, 1-ci Dünya müharibəsinin nəticəli ədalətsiz idi və s. O qədər ittihamlar səslənsin və məlum olsun ki, Amerikanın olmadığı Avropada bir-birlərinə qarşı nə qədər iddialar var, nə qədər ərazi iddialar var və Avropa inan ki, bir barı çəlləyinə çevrilə bilər. Avropa ona görə sakitdir ki, Birləşmiş Ştatlar olub. Bunu Avropada da gözəl bilirlər, Amerikada bunu gözəl bilir və Amerika ona görə inamlıdır və təzyiq də eləyir və lazım gələndə təhdid dilinə də danışır. Çünki bilir ki, bunların daxilində o qədər problem var ki, mənim mövcudluğum o problemləri söndürüb.
onların üzə çıxmasının qarşısını alıb gedərəmsə, hamısı qaynayar, qarışar. Üstə gəldi Birləşmiş Ştatlar buna rəvac versə, buna dəstəkləsə bu ideyanı, indi görün nələr baş verə bilər.